İctimai televiziya və 4-cü sənaye inqilabının təhlili və koordinasiya mərkəzinin birgə layihəsi. Təsəvvür edin ki, bütün məlumatlar tam təhlükəsiz, şəffaf və dəyişməz şəkildə saxlanılır. Əməliyyatlar saniyələr içində vasitəçisiz həyata keçirilir. Bu artıq xəyal deyil, blokçeyn texnologiyasının reallığıdır. Bəs görəsən blokçeyn nədir və necə işləyir? Blokçeyni sadə dillə desək, insanların əməliyyatlarını yazdığı böyük, maraqlı bir qeyd dəftəri kimi təsəvvür edin. Lakin bu dəftər digər adi dəftərlərdən fərqlidir. Bir dəfə yazılan məlumatlar dəyişdirilə və silinə bilməz. Bu, blokçeyni unikal və əvəzolunmaz edir. Blokçeyn adından da göründüyü kimi məlumatları bloklar şəklində toplayır və bu blokları bir-birinə bağlayır. Bu sistem sayəsində dəyişdirilməsi mümkün olmayan bir zəncir yaranır. Hər blokda xüsusi hash kod olur ki, bu da məlumatın saxtalaşdırılmasını demək olar ki, qeyri-mümkün edir. Blokçeyn texnologiyası ilk növbədə kriptovalyutalarla tanınsa da, ondan maliyyə, səhiyyə, təchizat zənciri və hətta rəqəmsal səsvermə kimi müxtəlif sahələrdə istifadə olunur. Bu texnologiyanın ən vacib xüsusiyyəti mərkəzsiz olmasıdır. Yəni, məlumatlar bir mərkəzdə deyil, dünyanın müxtəlif yerlərində saxlanılır və bu, saxtakarlığın qarşısını alır. Hər bir iştirakçı, yəni istifadəçi, sistemin bir hissəsidir və bu, şəffaflığı artırır. Blokçeyn texnologiyası təkcə kriptovalyutalarla məhdudlaşmır. Onun geniş tətbiq sahələri mövcuddur. Maliyyə sektoru, təchizat, səhiyyə, rəqəmsal səsvermə və bir çox sahələrdə istifadə oluna bilər. Bu texnologiyanın istifadəsi müxtəlif sektorlara fayda gətirir. Dünyanın bir çox ölkəsi blokçeyn texnologiyasını strateji sahələrdə artıq tətbiq etməyə başlayıb. Estoniya onu vergi, səhiyyə və ədliyyə sistemlərində tətbiq edərək məlumat təhlükəsizliyini təmin edir. Çin dövlət dəstəkli blokçeyn platformaları yaratmaqla bu texnologiyanı əsas sahələrə inteqrasiya edir. İsveçrə blokçeyn startaplarını dəstəkləyərək kriptovalyutaların hüquqi çərçivələrini tənzimləyir. Birləşmiş Ərəb Əmirlikləri isə 2030-cu ilə qədər dövlət sənədlərinin tamamilə blokçeyn üzərindən idarə edilməsini planlaşdırır. Blokçeyn yalnız sənayeləri rəqəmsallaşdırmır, həm də onları daha şəffaf, etibarlı və sürətli edir. Bu texnologiya gələcəyin təməlini təşkil edir. Azərbaycanda hələlik hər halda Mərkəzi Bank tərəfindən və bir neçə dövlət qurumları tərəfindən buna baxılıb və blokçeyn, məsələn, asan xidmətdə smart kontraktlara baxılıb. Mərkəzi Bank öz rəyini 2019-cu ildə bildirmişdir. Bunlar rəqəmsal aktivlər kimi qəbul olunur, amma ödəniş vasitəsi kimi qəbul olunmur. Gələcəkdə ümumiyyətlə blokçeyn texnologiyası bir çox yerdə dəyişiklik və şəffaflıq və təhlükəsizlik formalaşdıra bilər. Məsəl üçün, vəsaitlərin tam göndərilməsindən məsələn, o şəffaflana bilər və ya qeyri-aktivlər, hansısa formda ya rəqəmsəl ya da real aktivlər, torpağın alqı-satqısı ya da təsərrüfat sahəsində istifadə oluna bilər. Biz oradan zəncirvari formada, məsələn, ətin ya da hansısa bir daha qida məhsulunun yaranmasını izləyə bilərik, düz marketdə. Blokçeyn texnologiyası təhlükəsiz, şəffaf və dəyişməz bir dünya qurmaq üçün gələcəyin açarıdır. Bu texnologiya ilə həyata keçən hər bir addım gələcəyimizi daha etibarlı edir. İctimai televiziya və 4-cü sənaye inqilabının təhlili və koordinasiya mərkəzinin birgə layihəsi.